Salam uşaqlar, bugün 47 tipli suala baxırıq. 47-də bizə kalsium karbonatın parçalanmasını verir. Lakin burada görürsünüz ki, 5 qalıqda sonradan duz və oksid qalır. Yəni bizim götürdüyümüz 600 qram tam şəkildə parçalanmır. Buna görə də reaksiyamızı yazırıq. Qızdırdıqda parçalanır kalsium oksidə və karbon dioksidə, yəni karbon qazına. Burada deyə bilərsiniz ki, oksid hansını götürməliyik? Uşaqlar, burada bərk qalıqdan söhbət getdiyi üçün oksid olaraq biz qazı yox, bərk qalığı götürməliyik. Yəni 2,8 X, özü də 56 qramdır. Buradan kalsium karbonatı tapa bilərik ki, normalda 100 qram kalsium karbonat parçalandıqda 56 qram kalsium oksid alınır. Bəs nə qədər kalsium karbonat parçalanmalıdır ki, 2,8x kalsium oksid alınsın? Buna nisbət şəklində götürsək, burada 5x alınır. 5x bizdə sərf olunanda duzun kütləsi qalanda x-dir. Yəni 5x və x bir yerdə başlanğıc kütləni bizə göstərir. Yəni 6x bərabərdir 600-ə. Hər tərəfi də 6-ya bölsək x edir 100 qram. Demək bizdə x 100-dürsə, bizim kalsium oksidimiz 500 sərf olunub. Buradan da bizdən demək proses zamanı alınan qazın həcmini istəyir. Yəni buna məsələn y litr desək, normalda da 22,4 litr alınır. Yəni 100 qram kalsium karbonat parçalandıqda. İkinci bir tənasübümüzü quraq ki, 100 qram kalsium karbonat parçalandıqda 22,4 litr qaz alınırsa, bəs onda 500 qram kalsium karbonat parçalandıqda y litr alınır. Buradan da y-i hesablasaq, hər tərəfi 100-ə bölsək 5 qalır. 22,4-də 5-ə vuranda 112 litr edir. Yəni cavab D bəndi.